Salam, mən Hadil. İtaliyanın Turin şəhərindəyəm və biz Avropanın ikinci ən böyük kitab sərgisi olan Turin kitab sərgisində iştirak etdik. Mənim üçün böyük bir şərəfdir ki, Əbasadiq Abdullah Haşimin Hikmət sahibinin qayəsi kitabı üçün aldığı möhtəşəm mükafatı Muhammed ailəsinin qaimi Əbasadiq adından qəbul edin. Bu, Hikmət sahibinin qayəsi kitabı üçün Əbasadiq Abdullah Haşimə təqdim olunan 2025-ci ilin ən yaxşı beynəlxalq kitab mükafatıdır. Hikmət sahibinin qayəsi kitabının qlobal mənəviyyatın inkişafına verdiyi töhfəyə görə tanınmasının şahidi olmaq və Turin kitab sərgisində Əbasadiqin bu dərin mənəvi töhfəsinə görə təltif edilməsini görmək, bu kitabın təmsil etdiyi hər bir məna və dünyada oyatdığı mənəvi dirçəliş baxımından doğrudan